Salam, hər birinizi xoş gördük. Mən Yaqut Verciyeva, informatika müəlliməsiyəm. Bu kanalda magistratura imtahanının informatika proqramına aid mövzuları sistemli şəkildə öyrənəcəyik. Test suallarını birlikdə həll edəcəyik və imtahana daha effektiv şəkildə hazırlaşacağıq. Bugün isə sizinlə magistratura imtahanının ən vacib mövzularından biri olan informatika və onun əsas anlayışları mövzusunu birlikdə öyrənəcəyik. Elə isə vaxt itirmədən başlayaq. Ümumilikdə gəlin tanış olaq ki, biz bu dərsimizdə nələrlə tanış olacağıq? Biz baxacağıq informatika elmi nədir, predmeti nədir, tərkib hissələri, informasiyanın xassəsi, forması, növü, prosesləri, informasiyanın ölçü vahidləri, kodlaşdırma standartları və ən vacib hissəsi bəzi məsələlərin həllində istifadə olunmuş düsturlarla tanış olacağıq. Və dərsimizin sonunda bütün bu öyrəndiklərimizi nümunələr üzərində tətbiq edəcəyik. Nəzərinizə çatdırım ki, bu nümunələrin hər biri son 5-6 il ərzində qəbula düşmüş suallar olacaq. İnformatika termini informasiya və avtomatika sözlərinin birləşməsindən yaranmışdır. İnformatika elminin predmeti isə informasiyadır. Predmet nədir? O elmin öyrəndiyi sahədir. Biz də informatika elmində informasiya öyrənirik. İnformasiya sözünün özü məlumat, fakt, xəbər anlayışları ilə eyniləşdirilir. Həmçinin informasiya sözünü verilən və bilik sözləri ilə də eyniləşdirilə bilirlər. Deməli, verilən informasiya, bilik. İndi gəlin bir dənə tanış olaq ki, dedik bu üç anlayış bir-birinə eyniləşdirilir. Bəs bunlar arasındakı fərq nədir? Bunlar arasındakı fərq çox böyük olmasa da cüzi də olsa fərq var. Verilən nədir? Verilən bir məlumatdır, hansı ki, hər hansısa bir vasitədə saxlanılması, emalı və ötürülməsi üçün nəzərdə tutulubdur. Verilən əgər faydalıdırsa, yəni verilənin faydalı məzmunu olur informasiya. Əgər ki, mən o informasiyanı dərk etdimsə, bu oldu bilik. Mən o informasiyanı dərk etdim və dərk etdiyim informasiya əsasında da müəyyən qərar qəbul edirəm. İndi gəlin bir dənə nümunəyə baxaq. Bu nümunəyə əsasən nə demək istədiyimi daha yaxşı başa düşəcəksiniz. Məsəl üçün, bizə bir cümlə verilib ki, Leyla 15 informatika dərsindən məsələn, 3-ündə iştirak edib. Bu sadəcə bir veriləndir. Bu verilən əsasən mən bir informasiya çıxardım ki, əgər bu tələbə 15 dərsin 3-ündə iştirak edibsə, deməli, Leylanın davamiyyəti zəifdir. Davamiyyəti zəifdir. İndi bu informasiyadan da mən bir bilik əldə etməliyəm. Mən artıq qərar qəbul edirəm. Əgər Leylanın davamiyyəti zəifdirsə də, deməli, Leyla davamlı iştirak etməlidir dərsdə. Davamlı iştirak etsə, nəticəsi yaxşı olacaq. Yəni, məlumat verildi ki, Leyla 15 dərsdən 3-ündə iştirak edib, informasiya aldım, deməli, davamiyyəti zəifdir. Dərk edib, qərar qəbul etdim ki, bu tələbə dərsdə davamlı iştirak etsə, nəticəsi yaxşı ola bilər. Ya da nəticəsi yaxşı olması üçün dərsdə davamlı iştirak etməlidir. Bilməliyik ki, verilən çox böyük anlayışdır. Onun bir alt versiyası informasiyadır. Onun da bir alt versiyası bilikdir. İndi gəlin sizinlə biraz verilən haqqında danışaq. Hansı ki, siz bilməlisiniz ki, verilənin 4 tipi var. Bunları mütləq şəkildə əzbər bilməliyik. Hesabi, məntiqi, mətin və göstərici. İndi gəlin tanış olaq ki, bunlar nədirlər? Hesabi tipli olan verilən bu
zaman onun dəyəri, qiyməti rəqəmlərlə ifadə olunur. Məsəl üçün 5, 10, 18 və s. Məntiqi tipli verilənləri məntiqi kəmiyyətlə ifadə olunur. Məsəl üçün true, false, 0, 1, doğru, yanlış və s. Mətin tipli olan verilənlərdə sözlə, yəni simvollarla ifadə olunur. Göstərici tipli olan verilənlərimiz isə bizə lazımdır kompüterin yaddaş ünvanları ilə işləmək üçün. İndi keçək informatika elminin tərkib hissələrinə. Mütləq yadda saxlamalıyıq ki, informatika elminin 3 dənə tərkib hissəsi var. Var hardware, yəni aparat təminatı, var brainware, algoritm təminatı, var software, proqram təminatı. 3 dənə tərkib hissəmiz var. Hardware bizə informatikada qurğularla bağlı məlumat verir. Brainware algoritmlə bağlı, kompüterdə bir məsələ hansı ardıcıllıqla icra olunmalıdır, bununla bağlı məlumat verir. Software isə kompüterdə olan proqramlar toplusu ilə bağlı bizə informasiya verir. İnformasiyanın xəssələri. Adətən informasiyanın bu gördüyümüz xəssələri ilə qarşılaşacaqsınız. Obyektivlik, etibarlılıq, tamlıq, faydalılıq, dəqiqlik, aydınlıq, adekvatlıq, qiymətlilik, mövcudluq, aktuallıq, əlçatanlıq. İlk öncə gəlin baxaq obyektivliyə. Obyektivlik o deməkdir ki, heç kimin fikrindən asılı olmasın. Heç kimin fikri və ya mühakiməsindən asılı olmasın. Tamlıq o deməkdir ki, qərar qəbulu üçün kifayət qədər olsun. Dəqiqlik, siqnalın vaxtında alınması. Vaxtında alınması. Adekvatlıqda 2 dənə tərif deyəcəm. Ümumiyyətlə, əziz tələbələr, arzu olunandır ki, bu şəkildə qayda izahına qulaq asan zaman yanınızda bir dəftəriniz, qələminiz olsun və bu dediklərimin hər birini qeyd şəklində götürəsiniz. O formada mənimsəməyiniz daha yaxşı olacaq. Adekvatlıq informasiyanın məqsəd və vəzifələrə nə dərəcədə cavab verir bilmə qabiliyyətidir. Məqsəd və vəzifəyə. Digər bir tərifində isə informasiyanın işin real obyektiv vəziyyətinə uyğun olması qabiliyyətidir. Yəni, işin real obyektiv vəziyyətinə uyğun olsun. Mövcudluq onun mövcud olmasıdır. Əlçatanlıq digər bir adla əlyeterlilik kimi də görə bilərsiniz. Yəni, lazım olan zaman informasiyanın əlçatan olması, yəni onu əldə edə bilməyimin asan olması, etibarlılığı düzgün qərar qəbul etməyə imkan verməsidir. Düzgün qərar qəbul etməyə imkan verir. Faydalılıq hər hansısa bir məsələnin həlli zamanı faydalı rolu olsun. Aydınlığı başa düşürən olmasıdır. Yəni, informasiyanı alan şəxs onu başa düşə bilsin. Qiymətlilik, informasiyanın həmin anda problemin həllində lazım olmasıdır. Həmin anda lazım olsun. Bu onu qiymətli edir. Aktuallıq da cari vəziyyətə uyğun olmasıdır. İnformasiyanın cari vəziyyətə uyğun olması. İnformasiyanın parametrin strukturundan asılı olaraq siqnallar ya olur analog formada, ya da olur rəqəmsal formada. Yadda saxlamalıyıq ki, analog siqnallar həm də kəsilməz siqnallar deyilir. Rəqəmsal siqnallar kəsilən və ya diskret adını bilir. Biz bunları deyirik informasiyanın
formaları. İnformasiyamızın 7 dənə növü var. Var mətin, qrafik, ədədi, məntiqi, video, audio, multimedia. Bunların 7'sini də əzbər formasında bilməliyik. Çünki informasiya növlərini bəzən informasiyanın verilmə üsulu ilə qarışdıra bilirlər. Verilmə üsulumuz 5 dənədir. Var mətin, audio və ya səs, ədədi, qrafiki və kombinasiyalı. Mütləq yadınızda saxlamalısınız ki, video formasında verilmə üsulumuz mövcud deyil. Verilmə üsullarını verəcəklər sizə, 5 dənə variant verəcək, videonu da yazacaq. Mümkün deyil, video formasında verilmə üsulumuz yoxdur. Düşünəndə məntiqi olaraq bizə doğru gələ bilər ki, video formasında verilir axı. Amma Dövlət İmtahan Mərkəzi onu verilmə üsulu kimi götürmür. Burada bir dənə sizə fərqli gələ bilər kombinasiyalı. Kombinasiyalı verilmə üsulu da bir neçə verilmə üsulunun bir yerdə istifadəsidir. Məsələn, mətnlə səsin birgə istifadəsi, qrafiki ilə səsin birgə istifadəsi və s. Buna deyirik kombinasiyalı verilmə üsulu. İnformasiyanın prosesi 4 mərhələdən ibarətdir. Var informasiyanın toplanması, informasiyanın saxlanılması, emalı və ötürülməsi. İnformasiyanın toplanması, məsələn, hər hansısa bir mənbədən, kitabdan, elektron kataloqdan və s. mənbələrdən informasiyanın əldə olunmasıdır. Saxlanması informasiyanın müəyyən yaddaş daşıyıcılarında saxlanılmasıdır. Emalı informasiyanın üzərində müəyyən dəyişikliklərin aparılmasıdır. Ötürülməsi də ki, hansı ki o toplanmış, emal olunmuş informasiyanın istifadəçiyə çatdırılmasıdır. Bəli, indi isə gəldik dərsimizin ən maraqlı hissələrdən birinə. İnformasiyanın ölçü vahidlərinə. Deməli, bilirik ki, hər bir kəmiyyətin öz ölçü vahidi var. Buna uyğun olaraq informasiyanın da öz ölçü vahidi var. Yadda saxlayırıq ki, informasiyanın ən kiçik ölçü vahidi adlanır bit. Bit, binary digit sözlərindən götürülmüşdür. Binary digit. Ən kiçik informasiya vahidimiz dedik ki, bitdir. Binary digit sözü ikili kod deməkdir və kompüterimizin yaddaşında bütün informasiyalarımız ikili kodlarla saxlanılır. Bu kompüterin yaddaşında olan informasiyanın hər biri də 0 və 1-dən ibarətdir. Və inşallah sayı sistemi keçəndə daha yaxşı biləcəksiniz, amma yenə də məlumat xarakterli deyək ki, ikili sayı sistemində hər bir 0 və 1 yaddaşda 1 bit qədər yer tutur. Ona görə də ən kiçik informasiya vahidi olaraq bit götürülür. Və 1 bit ya bir dənə 0 deməkdir, ya da bir dənə 1 deməkdir. Yəni bunun ikisindən biri deməkdir. Ən elementar, ən kiçik, ən minimal ölçü vahidimizdir. Bu çox kiçik olduğuna görə əsas ölçü vahidi olaraq informatikada götürülür byte. 1 byte 8 bitə bərabərdir. Byte sözünü qısa olsun deyə biz bu kimi yazırıq. Kiçik ölçü vahidimiz bitdir. Sonra gəlir byte. Sonra gəlir kilobyte, megabyte, gigabyte, terabyte, petabyte, daha sonra exabyte, sonra zettabyte, terabyte, petabyte. Bu ardıcılığı hər birimiz mütləq şəkildə əzbər bilməliyik. Çünki bütün məsələ və misal həllərində bunlar bizə çox vacib şəkildə lazımdır. Bit, byte, kilobyte, megabyte, gigabyte, terabyte
petabayt. Mütləq yadda saxlamalıyıq ki, bit, bayt arasındakı ölçü fərqi 8, yəni 203-ə bərabərdir. Çünki biz bayaq nə dedik? Dedik ki, 1 bayt 8 bitdir. Bir dənə burada belədir. Qalan bütün ölçü vahidləri arasındakı fərq 1024, yəni 210-a bərabərdir. Bunu mütləq formada əzbər bilməliyik. Bilməliyik ki, bit gəlir, sonra bayt gəlir, sonra kilobayt, megabayt, gigabayt, terabayt, petabayt. Hətta terabayta qədər belə bilsəz kifayət edər. Petabayt çox nadir hallarda düşür. Deməli, indi gəlin aradakı fərqlərin hesablanmağına baxaq. Dedik ki, bir baytımız 8 bit deməkdir. 2 dənə qızıl qaydamız var. Bunları mütləq şəkildə yadımızda saxlamalıyıq. Əgər biz kiçikdən böyüyə keçiriksə, bölməliyik. Əgər böyükdən kiçiyə keçiriksə, vurmalıyıq. Deməli, bunu yadımızda saxlayırıq kabab qaydası ilə. Kabab, kiçikdən böyüyə keçdikdə böl. Bunu yadımızda saxlayırıq bakalavr qaydası ilə. Böyükdən kiçiyə keçdikdə vur. Bu iki qaydanı yadınızda saxlasaz, bütün məsələləri asanlıqla həll edə biləcəksiniz. İndi gəlin bunu nümunələr üzərində tətbiq edək, daha yaxşı dərk edək. Məsələn, deməli, dedik ki, bitlə bayt arasında fərq 8 qədərdir. Bitlə kilobayt arasında fərq nə qədər olar onda? 203 burada, 210 orada. Oldu 213 qədər. Əgər sizə desə ki, bitlə megabayt arasında fərq nə qədərdir? 203, 210, 210. Elədi 223. Sadəcə əsası saxlayıb üstləri toplayırsınız. Bitlə gigabayt arasında fərq nə qədərdir? 203, 210, 210, 210. 233 qədər. Məsələn, sizə belə bir misal verilibdir. Deyir ki, 223 bit neçə baytdır? İndi gəlin bunu bir yerdə həll edək. Əsas anlayışları yeni öyrənərkən bu ardıcıllıq yadınızdan tez-tez çıxacaq. Ona görə arzu olunandır ki, dəftərinizin yuxarı hissəsinə bunu yazasınız və hər dəfə testləri işlədikcə, onu istifadə etdikcə daha yaxşı mənimsəyəcəksiniz. İndi bitdən bayta keçirik. Baxıram, bitlə baytın arasında fərq nə qədərdir? 203 qədər. Mən nə edirəm? Kiçikdən böyüyə keçirəm. Dedik, kiçikdən böyüyə keçəndə kabab qaydamız var. Neyinirik? Bölürük. İndi mən kiçikdən böyüyə keçirəm, aradakı fərq 203 qədərdir. Yəni 223-ü bölməliyəm 203-ə. Bilirik ki, əsaslar eyni olanda bölmək üçün əsas qalır, üstlər çıxılır. 23-dən 3 çıxıram, qalır 20. Deməli, 223 bitim, 220 bayt deməkmiş. Digər bir nümunəyə baxaq. Məsələn, bizə verilib ki, 243 bit, biraz böyüdək məsələni, neçə megabayt. İndi baxıram. Bitlə megabaytın arasında nə qədər fərq var? 203, 210, 210. 223 qədər. Yenə də kiçikdən böyüyə keçirəm, kiçik vahiddən böyük vahidə keçirəm. Kabab qaydasını yadıma salıram ki, kiçikdən böyüyə keçəndə bölməliyəm. 243-ü neçəyə böləcəm? Dedim, aradakı fərq nə qədərdir? 203, 210, 210. 223 qədər. 223-ə bölsəm, 220 megabayt. İndi gəlin digər formasına baxaq. Tutalım ki, bizə böyük vahid veribdir, kiçiyə keçməyimiz tələb olunur. Məsələn, deyir ki, 203 megabayt neçə
kilobaytdır. Baxıram, megabaytla kilobayt arasında nə qədər fərq var? 210 qədər. Böyükdən kiçiyə keçəndə nə edirik? Bakalavrilik qaydasını yadımıza saldıq. Böyükdən kiçiyə keçəndə vur. İndi 2/3-ü megadan kiloya keçəndə 2/10-a vuracam. O da eləyəcək 2/13 kilobayt. Məsələni biraz da böyüdürəm. 2/17 gigabayt neçə bitdir? Baxıram, gigabaytla bitin arasında fərq nə qədərdir? 200, 210, 210, 210. 233 qədər. 217-ni böyükdən kiçiyə keçəndə vurmalıyam. Vururam 233-ə. O da deyil 250 bit. Bu iki qaydanı əzbər formada yadımızda saxlasaq, ölçü vahidləri ilə bağlı həll edə bilməyəcəyiniz heç bir məsələ olmayacaq. İnformasiyanın kodlaşdırma standartları. Kodlaşdırılmış informasiya deyəndə ağlınıza kompüterdəki informasiya gəlsin. Çünki biz dedik ki, kompüterdə informasiya ancaq kodlaşdırılmış formada əməl olunur. Və bayaq da qeyd etdik ki, kodlaşdırılmış o informasiya ikili kodlarla ifadə olunur. İkili kodlarda da 0 və 1-dən istifadə olunur. Onların da hər biri bir bit yer tutur. Məsin tipli informasiyanın kodlaşdırılması isə bir neçə standart əsaslanır. 2 dənə standart öyrənəcəyik sizinlə. Var ASCII, bu Amerikan standart kodudur. Var Unicode. ASCII-də deməli, mütləq yadımıza saxlamalıyıq ki, 256 kod var. Hər bir kod 1 bayt 8 bit qədər yer tutur. Unicode-da 65536 kod var. Hər bir kod 2 bayt, yəni 16 bit qədər yer tutur. İndi gəlin görək, ASCII ilə Unicode ümumiyyətlə nədir və aralarındakı fərqlər nədən ibarətdir? Hər ikisi də kodlaşdırma standartıdır. ASCII adətən 3 hissəyə ayrılır, yəni orada olan simvollar 3 hissəyə bölünür. 0-dan 31-ə qədər, 32-dən 127-yə qədər, 128-dən 255-ə qədər. Yadda saxlayırıq ki, 0-31 aralığı müəyyən kompüter və qurğular istehsalçılarına verilmişdir. 32-dən 127-yə qədər olanlara durğu işarəsidir, latin əlifbasının simvollarıdır və s. bunlar aid edilir. 128-dən 255-ə qədər olan simvollar isə milli əlifbalar üçün nəzərdə tutulmuşdur. Lakin sonradan baxdılar ki, bəzi milli əlifbalar, məsəl üçün Azərbaycan dilidir, Çindir və s. bunlarda elə simvollar var ki, ASCII onu tam şəkildə ifadə edə bilmir. Ona görə Unicode kodlaşdırma standartı çıxdı. Burada artıq 216, yəni 65536 kod var idi və bir simvol 1 bayt yox, 2 bayt qədər yer tuturdu. Əgər sualın şərtində sizə ASCII və ya Unicode olduğu verilməzsə kodlaşma standartının, onda standart olaraq ASCII götürülür, yəni bir simvolu 1 bayt olaraq hesablayırsınız. İndi isə gəlin simvolların kodlaşdırılması ilə bağlı bəzi məsələ həllərində istifadə olunan düsturlarla tanış olaq. İlk öncə gəlin baxaq mətin simvol tipli verilənlərin kodlaşdırılmasına. Deməli dedik ki, əgər sizə məsələnin şərtində konkret olaraq standartın adı verilməyibsə, onu ASCII olaraq götürürük, bir simvolu da 1 baytdan hesablayırıq. Məsələn, belə tip misallarla qarşılaşa bilərsiniz. Dırnağın içərisində burada yazılır informatika və sizdən bu sözün yaddaşda tutduğu yer tələb olunur. Bu zaman dediyim kimi, əgər sualın şərtinin içində sizə standart verməyibsə, ASCII kimi götürürsünüz. Bir simvolu 1 baytdan hesablayırsınız. Dırnaqlar heç vaxt nəzərə alınmır. Dırnaqlardan başqa bütün simvollar, hətta boşluq belə nəzərə alınır.
İndi buradakı simvol sayısı olsa 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Bunun həcmi olacaq 11 bayt. Əgər şərtdə bizə desəydi ki, Unicode-dadır, onda 22 bayt yer tutacaq. Amma simvol sayı yenə də 11 dənə olaraq qalır. Simvol sayı başqa şeydir, onun yaddaşda tutduğu yer başqa şeydir. Simvol sayı sizin gözünüzlə gördüyünüz simvolların sayıdır. Amma artıq əgər yaddaşda tutduğu yeri soruşursa, onda artıq ASCII-dir, Unicode-dur və s. nədirsə də ona əsasən götürülür və onun yaddaşda tutduğu yer baytlarla hesablanır. İndi gəlin baxaq, görək ümumiyyətlə ümumi həcm necə hesablanır. Həcm cavab həmişə baytlı olur. Simvol məsələlərində bərabərdir. Səhifə sayı vurulsun sətir sayı vurulsun simvol sayı vurulsun kod. Səhifə sayı, məsəl üçün sizə 128 səhifəlik kitab veribdiniz. Hər bir səhifədə 50 dənə sətir var, hər sətirdə 64 dənə simvol var. Koddakı onun Unicode yoxsa ASCII olduğunu göstərir. Əgər dediyimiz kimi ASCII verilibsə 1 götürürük, Unicode verilibsə 2 götürürük. Bir dənə istisna halımız var. Məsələn, sizə sualın şərtində ASCII Unicode verilmir və bununla birlikdə sualın şərtində əlifba sözü işlədilibdir. Əgər sizə sualın şərtində desə ki, mənim informasiyam 32 simvollu əlifba ilə kodlaşdırılıbdır, yaddaşda tutduğu yeri tap. Əgər sualın şərtində simvol əlifba sözünü gördünüzsə, artıq nə ASCII-dən, nə də Unicode-dan istifadə olunur. Tamamilə simvol əlifbada verilmiş bu rəqəmə əsasən həcmi tapılır və bu zamanda həcm bitlə ifadə olunur. Əgər 32 simvol əlifba verilsə, ümumiyyətlə simvol əlifba məsələlərində sizə verilmiş ədədi 2-nin qüvvəti kimi yazıb, üstündəkini götürürük. Və yadda saxlayın ki, bu bitlə ifadə olunur. Bu deməkdir, bir simvolun yaddaşdakı yeri. Baxın, biz bayaqdan ASCII-dir, Unicode, onlar deyəndə nə edirdik? Bir simvolun yaddaşda tutduğu yerə baxırdıq. Yəni, bu kod yerinə bir simvolun yaddaşda tutduğu yeri yazırdıq. Deyirdik ki, ASCII-də bir simvol 1 bayt yer tutur, Unicode-da 2 bayt yer tutur və s. İndi, simvol əlifbada da bir simvolun yaddaşda tutduğu yeri tapmaq üçün onu 2-nin qüvvət kimi yazıb üstünü götürürük. 32 2 üstü 5-dirsə də bir simvol yaddaşda 5 bit yer tutacaq. Bunun da cavabı bitlə ifadə olunacaq, baytla yox. Simvol əlifba məsələlərində cavab bitlə ifadə olunur. İndi əgər sualın şərtində sizə baytla istəyirsə, heç sonda bitdən baytı keçirsiniz. Amma ilkin olaraq tapdığınız cavab bitləndir. İndi məsələn, fərz edin ki, 32 simvollu yox, 128 simvollu əlifba veribdir. Onda nə qədər olacaq? 128-i yazacağım 2 üstü 7, bir simvol yaddaşda 7 bit yer tutacaq. İndi bunlar qəşəng 2-nin qüvvəti kimi göstərilir. Bəs əgər bu 2-nin qüvvəti kimi göstərə bilməsə nə edirik? Məsələn, sizə verib ki, 78 simvollu əlifba. Onda bunu 2 qüvvətin arasına salırıq və üstü böyük olanın qüvvətini götürürük. 78 hansı 2 qüvvətin arasında yerləşir? Yəni 2-nin hansı qüvvətləri arasındadır? 128 və 64-ün. 128 2 üstü 7 deməkdir. 64 2 üstü 6 demək. Deməli, 78 2 üstü 6 ilə 2 üstü 7-nin arasındadır. Üstü böyük olanı götürürəm. Deməli, 78 simvol əlifbada bir simvol nə qədər yer tutur? 7 bit qədər yer tutur. İndi gəlin sistemləşdirək. Əlifbadakı simvol sayı bərabərdir 2 üstü n. N bir simvolun tutduğu yerdir.
İndi biz ümumi simvolun sayına görə onun bir dənəsini tutduğu yeri tapdıq. Tutalım ki, tərsini veribdir. Sualın şərtində sizə deyir ki, bir simvol yaddaşda 6 bit yer tutur, əlifbada neçə dənə simvoldan istifadə olunubdur. Onda nə edirsiniz? Bir simvol əgər, məsələn, 7 bit yer tutursa, onu gətirib 2-nin qüvvətinə qaldırırıq. Olur əlifbadakı simvolun sayı 128. Əgər bir simvol 9 bit yer tutsa, onda olur 209, 512 simvol. Yeri gəlmişkən əziz tələbələr, ola bilər ki, bəzi tələbələrimiz 2-nin qüvvətlərində çətinlik çəksin. Ona görə burada 2-nin qüvvətlərini qeyd edəcəm. Mütləq şəkildə bunu hamı əzbər bilməlidir. 213, 8192 və sair format ardıcılıq davam edir. Ən azından bura qədər əzbər bilsə sizin üçün kifayət edəcək və mütləq şəkildə bunu hamımız əzbər bilməliyik. İndi isə gəlin baxaq audio məsələlərin həcminin tapılmasında istifadə olunan düstura. Audio məsələlər çox vacib məsələlərdəndir, hansı ki qəbula düşür. Audio həcm yadda saxlayın ki, cavab həmişə bitlə tapılır. Bərabərdir. Bit vurulsun saniyə, vurulsun hertz, vurulsun min, vurulsun kanal sayı. Səs məsələlərini 3 formada görə bilərsiniz. Ya aşağı keyfiyyətli, ya yuxarı keyfiyyətli, və ya neçəsə səviyyəli. Burada olan bit, onun bit siqnalının tutduğu yer. Saniyə ötürdüyü vaxtı siqnalların, hertz, min, deməli, düsturumuz bit vurulsun, saniyə vurulsun, hertz vurulsun, min vurulsun, kanal sayıdır. Adətən Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda bu mötərizənin içərisində verilir, amma yenə də biz əzbər bilməliyik ki, aşağı səviyyədə 8 bit BDF-də bir siqnalın tutduğu yer 5.5 kHz-də onun sürəti kimi düşünək. Yuxarı keyfiyyətli də 16 bit 44 kHz onun tezliyidir. Əgər sizə aşağı keyfiyyətli desə, buradakı bitin yerinə 8 bit yazacaqsınız. Hertzin də yerinə 5.5 yazacaqsınız. Burada kHz verilibdir, amma yadda saxlayın ki, 1 kHz 1000 Hz deməkdir. Onsuz da buradakı 1000-də artıq biz üstünün içində qeyd eləmişik. Ona görə siz sadəcə Hertzin yerinə 5.5 yazsınız kifayətdir. Sadəcə kHz-dən Hz-ə keçmək üçün və düstur bizdən vahidi Hz-lə tələb etdiyi üçün burada artıq hazır formada 1000-ə vurulu yazmışıq. 5.5 yazacaqsınız. Kanal sayda sualın şərtində əgər sizə mono desə 1-ə vuracaqsınız. Stereo desə 2-yə vuracaqsınız. Mono 1 kanallı deməkdir, stereo 2 kanallı deməkdir. Saniyədəki məsələnin şərtində verilir. Siz sadəcə baxsınız, aşağı keyfiyyətlidirsə də 8 bit 5.5 kHz yazırsınız. Dediyim kimi kanal sayından saniyə sualın şərtində verilir. Yuxarı keyfiyyətlidirsə 16 bit 44 kHz qeyd edirsiniz. Tutalım ki, nə aşağı keyfiyyətli demədi, nə yuxarı keyfiyyətli demədi. Onda nə edirəm? Onda sizə mütləq sualın içində səviyyəli sözü verməlidir. Məsələn, 64 səviyyəli bir səslə kodlaşdırılıbdır. Bu zaman əlifba məsələsini xatırlayırıq. Nə edirdik? Verilmiş rəqəmi 2-nin qüvvət kimi yazıb, üstünü götürürük. Yəni, bitin yerinə yazacaqsınız 6 bit. Yadınızda saxlayın ki, 64 səviyyəli deyəndə götürüb 64-ə vurmamalıyıq. 64-ü 2-nin qüvvət kimi yazıb, qüvvətinə vurmalıyıq. Yəni, 6 vurulsun neçəsə.
Eyni il əlifbada olduğu kimi, əgər səviyyə qüvvəti yüksəldilmirsə, məsələn, 37 səviyyəli deyibsə, onda bunu iki qüvvətin arasına yazırıq. Bilirsiniz ki, 37, 32 ilə 64-ün, yəni 2 üstü 5 ilə 2 üstü 6-nın arasında yerləşir. Yenə də üstü böyük olanı götürdük. Yəni, məsələn, şərtində düsturda vuracaq 6 bitə. O da olacaq bizim audio məsələmizin həcmi. İndi isə gəlin öyrəndiklərimizi nümunələr üzərində daha da möhkəmləndirək. Bu testlərin hər biri qəbullardan götürülübdür. Yəni, bəziləri qrafik məsələlərlə qarşılıq idi. Onun içərisində sırf əsas anlayışlara aid olan hissələri götürmüşəm. Birinci sualımız 2026-cı ilin, bu ilin qəbul sualıdır. Bizə deyir ki, hər səhifəsində 32 sətir, hər sətrində 64 simvol olan sənəd 32 kilobayt informasiya həcminə malikdir. Səhifənin sayını soruşur. Biz bilirik ki, simvol məsələlərində həcm bərabərdir səhifə vurulsun sətir vurulsun simvol vurulsun bir də kod var idi. Baxıram, sualımın şərtində nə simvolun məsələ sözünü işlədibdir, nə Unicode, nə də ASCII. Deməli, standart olaraq ASCII götürüb bir bayta vuracam. Yadda saxlayın, həcm məsələlərində həcm bərabərdir qalan hər şeyin hasilinə. İndi həcm nə qədərdir? 32 kilobayt. Biz də dedik ki, simvol məsələlərində cavab baytla ifadə olmalıdır. 1 kilobaytım neçə baytdır? Ardıcılıq yadınızdan çıxır, mütləq bir kənara yazın. Bit, bayt, kilobayt, megabayt, gigabayt, terabayt. Baxıram, kilobaytla baytın arasında addım bir dənədir. Bir addımımızda 1, 2, bir dənə bitlə baytın arasında 8 qədərdir. Qalan hamısında 1024, yəni 210 qədərdir. Kilobaytdan bayta keçsəm, böyükdən kiçiyə keçsəmsə nə alıram? Vururam. 32, 2 üstü 5'dir. Vururam, kilobaytdan bayta keçənə nə etməliyəm? Dedim, aradakı fərq 2 üstü 10'dur. Vururam 2 üstü 10'a. Həcm bərabərdir. Səhifə sayım məlum deyil. Məndən onsuz da səhifəni soruşur. Sətir 32 dənə sətrim var. 2 üstü 5. Simvol 64 dənə simvolum var. 2 üstü 6. Kod da dedim, heç nə verilməyibdir. ASCII götürəcəm, 1 olaraq hesablayacağım. Baxıram, 2 üstü 5 vuraq 2 üstü 10. Elədir, 2 üstü 15. Bərabərdir, x vurulsun. 2 üstü 5, 2 üstü 6, 2 üstü 11. X bərabərdir. 215'i 211'ə bölsəm, üstlər çıxılacaq, qalacaq 2 üstü 4. O da deyəcək 16. Neçə dənə səhifəm var imiş? 16 dənə səhifəm var imiş. Tövsiyə edərəm ki, bu məsələləri mən həll etməzdən öncə özünüz bir dəfə həll edin, sonda isə cavabı yoxlayın. Görün, düz mü alıbsınız? Əgər düz alıbsınızsa nə gözəl, almayıbsınızsa da həllinə bir yerdə baxaq. Baxaq ikinci məsələyə. Bu da 2026-cı ilin qəbuluna düşmüş bir sualdır. Qrafik məsələ ilə qarşılıq idi. Mən dediyim kimi, ancaq əsas anlayışa aid olan hissəsini götürmüşəm. Kitab 128 səhifədən ibarətdir. Hər bir səhifədə 4096 simvol olan Unicode-da kodlaşdırılmış mətn mövcuddur. Bu kitabın elektron versiyasının informasiya həcmi neçə megabayt olar? Gəlin əvvəldə həcmi tapaq. Düsturumuz buradadır. Səhifə, sətir, simvol, kod. Səhifə sayım nə qədərdir? 128. 207. Sətir verməyibsə heç nə yazmısınız. Simvol 4096. 4096 212 deməkdir. Bunu əzbər bilməliyik. Çünki əzbər bilsəz, ixtisar aparma və hesablama prosesi sizin üçün daha rahat olacaq. Unicode-dursa da 2'ye vuruluq. 2 üstü 1 deməkdir. Bunların bir-birinə vursam eləyəcək 2 üstü 20 simvol məsələsidirsə cavab 100% baytla çıxır. İndi məndən megabayt istəyir. Baytdan megabayta keçməliyəm. Baxıram, baytla megabaytın arasında 210 burada, 210 burada. 220 qədər fərq var. Kiçikdən böyüyə keçəm. Kabab qaydası. Kiçikdən böyüyə keçəndə böl. İndi 220 baytı megabayta keçən dedim, aradakı fərq nə qədərdir? 220 qədərdir. 220'ni 220'ye böləcəm, eləyəcək 1 megabayt. Əgər cavabı 1 megabayt tapmışdınızsa, doğruydu. Baxaq növbəti sualımıza. Səs məsələsi sonuncu baxdığımız məsələ.
Bu 2025-ci ilin qəbul sualıdır, hansı ki, bu qəbulda ilk dəfə səviyyə məsələsi düşdü. Deməli, sual deyir ki, 256 Hz diskretləşmə tezliyi ilə 2 kanallı audio yazılır. Səs yazımı 32 səviyyəli diskretləşmə ilə aparılaraq 1 dəqiqə 4 saniyə davam edir. Hər bir siqnalın mümkün minimal və eyni sayda bitlərlə kodlaşdırıldığını nəzərə alaraq audio faylın həcmini kilobaytda tapın. İlk öncə biz bilirik ki, səs məsələsində cavab bitlə çıxır. Bitlərlə kodlaşdırılır çünki. Ümumiyyətlə, əgər sizdən həcmi soruşursa, bu hansı məsələ olursa olsun. Şərtdəki hər şeyi bir-birinə vurmalısınız. Amma mütləq diqqətli olun. İndi yazam, həcm bərabər 256 demir, yazam 208. 2 kanallı stereo deyəndə nə edirdik? 2-yə vururduq. Dedik ki, səviyyə sözünü görəndə nə ararıq? 32-ni, 2-nin qüvvət kimi yazır, üstünü götürürük. Vuracam 5-ə. 1 dəqiqə 4 saniyə davam edir. 1 dəqiqə 4 saniyə neçə saniyədir? 64 saniyə. 64, 206. Mən bunu tapıram bitlə. Məndən istəyir kilobaytla. Bitlə kilobaytın arasında nə qədər fərq var? 203 burada, 210 burada. Yəni 213 qədər. Bitdən kilobaytı keçsəm, nə edirəm? Kiçikdən böyüyə keçsəm. Kiçikdən böyüyə keçəndə kebab qaydası bölürdüm. Bunu bölməliyəm 213-ə. 208-lə 213 getdi, qaldı 205. 205-lə 206 getdi, qaldı 2. 2 dəfəm 5, 10. Onu da 2-yə vursam, eləyir 20 kilobayt. Növbəti sualımız printer məsələsidir. Bu da 2024-cü ilin səhv etmirəmsə qəbuluna düşmüş bir sualdır. Printerin çap sürəti deyil, saniyədə 1 kilobayt təşkil edir. Əgər hər səhifədə 48 sətir, hər sətirdə Unicode kodlaşdırılmasında 32 simvol yerləşərsə, 25 səhifənin çapı üçün neçə saniyə vaxt tələb olunur? Əvvəlcə gəlin tapaq görək, mənim informasiyamın həcmi nə qədərdir? Mənə burada sürəti veribdə, mən əvvəlcə həcmi tapmalıyam ki, görüm onu nə qədər vaxt götürəcəm. Həcm bərabərdir. Səhifə 25, sətir 48, simvol 32-205, Unicode 2. Baxın, biz görürük ki, mənim sürətim burada kilobaytla veribdir. Gəlin özümüzə əziyyət verməyək. Biz bunu da kilobayta keçək. Bu simvol məsələsində cavab baytla çıxır. Kilobayta keçək ki, qoy hesablamamız rahat olsun. Burada kilobayt verdiyinə görə kilobayta keçsəm, özümüzü çaşdırmayaq. Baytdan kilobayta keçəndə baytla kilobaytın arasında nə qədər fərq var? Bir addım. Bir addım nə qədər idi? 210. Yəni kiçikdən böyüyə keçirəm, ona görə bunu bölməliyəm 210-a. Hesabladıqca artıq bundan sizə daha yaxşı formalaşacaq. İlk dərsdir, ola bilər ki, çətinlik çəksiniz, amma əsla narahat olmayın. 210-dan 205 getdi, qaldı 205. 2 ilə 205 getdi, qaldı 204. 204 16 deməkdir. 16 ilə 48 getdi, qaldı 3. 3-ü vururam 25-ə, edir 75 kilobayt. İndi deyil saniyədə 1 kilobaytdır. Saniyədə 1 kilobayt nə deməkdir? 1 saniyə 1 kilobayt informasiya ötürülür. Neçə saniyə? X saniyə. Nə qədər ötürdüm? 75 kilobayt. 75 kilobayt. X bərabərdir 75 bölünsün 1, yəni 75 saniyə vaxt sərf olunur. Növbəti sualımız. Həcmi 224 bit olan məlumat neçə megabayt informasiyanı özündə saxlayır? Çox sadə bir sualdır. 2023-cü ilin qəbuluna düşübdür. Deyir ki, bitdən megabayta keç. Ardıcılığımız nətər idi? Bit, bayt, kilobayt, megabayt. Bitlə megabaytın arasında 223 qədər fərq var idi. Kiçikdən böyüyə keçəndə bölməliyəm. 224-ü bölməliyidik 223-ə. Tapmalıydıq ki, 2 megabayt informasiyanı özündə saxlayır. Unicode sistemində verilmiş simvolların yaddaşda tutduğu yeri tapın. Unicode'da bilirik ki, bir simvol nə qədər yer tutur? 2 bayt yer tutur. 512 simvol nə qədər yer tutacaq? 1024
byte. 1792 simvol nə qədər yer tutacaq? Unicode'dur deyə bunu da vurmalıyam 2-yə. O da eləyəcək 3584 byte. 2048 simvol nə qədər yer tutacaq? Unicode'dur 2-yə vururam 4096 byte. İndi byte ilə uyğun gələnləri byte kimi götürəcəyik. Gəlin əvvəlcə bunları, baxın cavabda byte ilə də var, kilobyte ilə də var, bit ilə də var. Onu bir üçündə də ifadə eləməliyik. 1024 byte'ın 1 kilobyte deməkdir. Byte'dan kilobyte'a keçəndə nə edirəm? Kiçikdən böyüyə keçirəm, ona görə bölürəm. Byte ilə kilobyte arasındakı fərq 1024 qədərdir. İndi 1024'ü böldüm. 1024'ü nədir? 1 kilobyte. 3584'ü bölsəm 1024'ü eləyəcək 3,5 kilobyte. 4096'ını bölsəm 1024'ü, yəni 200'də 10'a eləyəcək 4 kilobyte. Byte ilə ifadə elədim. Kilobyte ilə də bir dənə qaldı bitlə. Byte'dan bitə keçmək üçün nə edirəm? Böyükdən kiçiyə keçirəm. Böyükdən kiçiyə keçmək bakalavr qaydası idi. Və bitlə byte arasında fərq 1, 2, 8 qədərdir. Yəni bunların hamısını vuracağım 8-ə. 1024'ü 8-ə vursam eləyir 8192 bit. 3584'ü vursam 8'ə eləyəcək 28672 bit. 4096'ını vursam 8 eləyəcək 32768 bit. İndi gəlin uyğunlaşdıraq. 8192 bit baxıram birinciyə aiddir. 28672 bit ikinciyə aiddir. 3,5 kilobyte ikinciyə aiddir. 1024 byte birinciyə aiddir. 32768 bit üçüncüyə aiddir. Uyğunluğu bu şəkildə yazmışdınızsa cavabınız doğrudur. Növbəti sualımız. Verilənləri ötürülmə sürəti 60 kilobit bölünsün saniyə olan modem 2 dəqiqə ərzində fayl göndərir. Səhv düşüb. Unicode standartında kodlaşdırılmış bu mətn faylında 1440 simvol olarsa sənəddəki səhifə sayı neçəyə bərabər olar? Bu da 2022-ci ilin qəbul salıdır. Deməli, gəlin əvvəlcə bu sürətə əsasən görək nə qədər həcmli bir informasiya ötürmüşəm. Bu yazılışı əvvəlcə yazaq. Ötürmə sürəti 60 kilobit bölünsün saniyə bu deməkdir ki, 1 saniyə 60 kilobit informasiya ötürmüşəm. Baxın, bu yazılış budur. Bunu bu formada yazsaz, məsələləri daha asanlıqla həll edə biləcəksiniz. 60 kilobit bölək saniyə görən kimi nə qaldıq? Yazırıq 1 saniyə 60 kilobit. 1 saniyə 60 kilobit ötürürsə, 2 dəqiqəyə nə qədər ötürər? 2 dəqiqəm neçə saniyədir? 120 saniyə x kilobit. X bərabərdir 60 vurulsun 120 kilobitə. Biz deyirik ki, simvol məsələlərində cavab nə ilə çıxır? Byte-la. İndi baxıram ki, mən kilobitdən byte-a necə keçə bilərəm? Kilobitdən byte-a keçməliyəm. Bu tip məsələlərdə əziz tələbələr, belə bir üsul var. 2 hissəyə ayırırıq. Bitlə byte 1 saxlayıram, digər hissəni də 1. Kilodan hər ikisini byte-a keçirəcəm. Kilodan byte-a keçəndə nə alıram? Böyükdən kiçiyə keçirəm. Böyükdən kiçiyə keçəndə vururduq. Yəni bunu vuracam. 1 kilobyte neçə byte'dır? 210. Bitdən byte-a keçəndə nə alıram? Kiçikdən böyüyə keçsəm aradakı fərq 203'dür. 203'ə böləcəm. Bu deyəcək 207 byte, yəni 128 byte. 1 kilobit 128 byte'dır. Bunu standart olaraq yadda da saxlaya bilərsiniz. Çünki 1 kilobitin byte-a keçirilməyi bir çox məsələlərdə istifadə olunur. Yəni tez-tez qabağınıza çıxacaq. Ya əzbər yadınıza saxlayın ki, 1 kilobit 128 byte'dır, ya da bu formada. Yeri gəlmişkən bu qaydanı da burada qeyd edeyim. Məsələn, sizə megabyte'dan kilobitə keçmək tələb olunursa, onda bunu 2 hissəyə ayırın. Megadan kiloya keçin, byte'dan bitə keçin. Onda işiniz daha yüngül olacaq. Burada indi kilo hissəsi olmadığına görə biz bunun hər ikisini də byte-a keçməyə çalışdıq. Tapdıq ki, 1 kilobyte'ım neçə byte'dır? 207. Yəni bu 60 vuraq
120 vurulsun 2 üstü 7 bayt qədər yer tutur. Mən bunun heç birini bir-birinə vurmuram, çünki ixtisarda bunun hamısı gedəcək. Mən həcmi tapdım ki, ümumi 2 dəqiqə ərzində bu qədər həcmdə informasiya ötürülübdür. İndi gəlin məsələyə keçək. Deyildi ki, həcm bərabəri qalan hər şeyin hasilinə. Yəni 60 bura, 120 bura, 2 üstü 7 bərabərdir. Unikoddadır, 2-yə vurulubdur. 1440 dənə simvol var, 1440-a vururam. Səhifə sayımda məlum deyil. Həcm bərabərdir hər şeyin hasilinə, məlum olmayan yerinə bir dənə x yazılır. 120 ilə 1440 getdi, burada qaldı 12. 12 ilə 60 getsə, burada qalır 5. 2 ilə 2 üstü 7 getsə, 2 üstü 6. 2 üstü 6 64 deməkdir. 64-ü də 5-ə vursaq, eləyəcək 320 səhifə. Deməli, kitabımda neçə səhifə var imiş? 320 dənə səhifəm var imiş informasiyamda. 320 tapmışsınızsa, cavabınız doğruydu. Keçək növbəti sonuncu sualımıza. Bu tip məsələlərlə də qarşılaşa bilərsiniz. Bu da 2021-ci ilin qəbul sualıdır. Gigabaytın 2də 1 hissəsində neçə kilobayt var? Yəni bir sözlə sizə deyir ki, 2də 1 gigabayt neçə kilobayt? Baxmalıyıq gigabayt və kilobayt arasında olan fərqə. Gigabaytla kilobayt arasında neçə addım fərq var? 2 addım. 210, 210. Deməli, arada nə qədər fərq var? 220 qədər. Gigabaytdan kilobaytı keçirəmsə, böyükdən kiçiyə keçirəmsə, bakalavr qaydası. Böyük kiçiyi vurur. Belə də yadda saxlaya bilərsiniz. Böyükdən kiçiyə keçirəmsə, vurmalıyam. Aradakı fərq də 220-dirsə də, 2də 1-i vuracam 220-yə, 2 ilə 2 üstü 1 deməkdir bu. 2 ilə 220 getdi, qaldı 219 kilobayt. 219 yazanın bir dənə doğru cavabı var idi. Beləliklə, bu dərsdə informatika və onun əsas anlayışları mövzusunu ətraflı şəkildə öyrəndik. Mövzu ilə bağlı suallarınız olarsa şərh bölməsində yaza bilərsiniz. Məmnuniyyətlə cavablandıraram. Videomu faydalı hesab etdinizsə kanala abunə olmağı və yeni dərslərdən vaxtında xəbərdar olmaq üçün də bildirişləri aktiv etməyi unutmayın. Növbəti videomuzda informatika və onun əsas anlayışlarına aid 30 sualın izahına baxacağıq birlikdə. Növbəti videoda görüşənədək sağ olun.